Mənim bir həftədə maşınımı zəbt eləyiblər. Evimə gedəmirəm, uşaqlar evinə gedəmir. Bankın pulu yaxınlaşır. Hardan alaq? Hər vaxtınız xeyir olsun əziz izləyicilər. Biz hal-hazırda Bakı-Quba yolunda Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Avtomobil Yollarının Mühafizə Xidməti 1 nömrəli tərəzi nəzarət məntəqəsinin qarşısındayıq. Beləliklə, vətəndaş Abbasov Allahqulu şikayətində bildirir ki, onun yük maşını nəqliyyat vasitəsi olan 75 ZB 295 dövlət qeydiyyat nişanlı avtomobilini bildirdiyinə görə, iddia etdiyinə görə qanunsuz olaraq bir həftədən artıqdır ki, bu məntəqədə saxlayıblar. İndi bütün olanları şikayətçinin dilindən özünüz dinləyin. Özünüzü təqdim edin zəhmət olmasa. Abbasov Allahqulu Abbasov, Naxçıvan Muxtar Respublikası, Babəş rayon Hacıvar kənd sakini. Sizin probleminiz nədən ibarətdir? Bizim problemimiz odur ki, 5-ci gün, keçən həftənin 5-ci günü maşınlarım yükə gedərkən saxlanılıb, qabarit, yəni yükün, qoşqunun hündürlüyü ölçülüb, 4 metr 14 santim bunların yazıblar, sənədin arxasında da var. Amma qanunsuzluqdur, yəni 4 metr 20 santimdən sonra cərimə düşür. Amma bunlar göstərir ki, 4 metrdən sonra bizim maşını ona görə saxlayıblar. Amma qanunsuzluqdur. Yəni siz iddia edirsiniz ki, onlar vurğuladığı qədərində deyil sizin qabarit. Bəli, bəli. Yaxşı, bunu nə səbəbdən, yəni bundan öncə də mi belə bir şeylər baş verib? Baş verməyib, mən görməmişim. Bu birinci dəfədir mənim başıma gəlir. Bir həftədir saxlayıblar. Bunların bir həftə burada maşın saxlamaq ixtiyarı yoxdur. Problem qoşqudadırsa, kəllənin, yəni maşının özünü niyə saxlamırsan? İkisini də tek pasportun şoförlərin əlindən alıblar. Sənədləriniz alınıb sizdən? Bəli, sənədlərim. Hazırda kim alıb sənədinizi? Buranın rəisi, Azər deyilən adam. İndi hazırda buradadır həmin. Bəli, həmin şəxs gəldi, 2 dəfə buradan fırlandı getdi. Bu maşının böyründə bir dənə də Qazaxıstan maşını var idi. Onu da saxlamışlar eyni həmin şeyə görə. Eyni gündə saxlanılmışlar ikisi. Bir gün sonra 6-cı gün saxlanılıb. Amma biz yükə o biri maşın gəlib gələndən sonra gəlmişik, o maşın yoxdur. Şəkili də var bizdə, göstərdim sizə. Lazım gəlsə şeyə də göstərə bilərəm. Yəni siz iddia edirsiniz ki, sizin nəqliyyat vasitənizi burada qanunsuz şəkildə saxlayıblar. Bəli, qanunsuz saxlayıblar. Yaxşı, gəlin bir yaxınlaşaq. Yaxınlaşaq. Salam müəllim, hər vaxtınız xeyir olsun. Vaxtınızı ala bilərik bir dəqiqə. Sağ olun. Özünüzü təqdim edək. Qapını bağlayırsınız, yoxsa Biz xidmətdəyik. belə aradan danışaq? Zəhmət olmasa Aha. Ha, kameranı saxlayaq deyirsiniz? saxlayın da suallar. Yaxşı, hələlik kameramızı saxlayaq. Tamam. 5-ci gün bizi saxlayıblar, 6-cı gün o Qazaxıstan maşını saxlayıblar. İndi Qazaxıstan maşını yoxdur. Desinlər görək, Qazaxıstan maşınından pul alıb bıraxıblar, mənim başım çıxmır. 5 gün, 7 gündür mənim maşınım buradadır. Mən şəxsi maşınımla dövlətə işləyirəm. Naxçıvana dəmir yolu çəkilmişinə beton piltələr aparıram ki, dəmir yolu çəkilsin. Mənim bir həftədə maşınımı zəbt eləyiblər. Evimə gedəmirəm, uşaqlar evinə gedəmir. Bankın pulu yaxınlaşır. Hardan alaq? Axı buna cərimə düşmür, qardaş. Bunlar yazıb 4-4. Qanun qayda var. Zavod buraxılışıdır bunun, yoxsa Bəli. əlavə artırma olur? Əlavə artırma olmayıb. Kimdir ona artırma eləyən? O zavod onu buraxandan sonra o şeydən yuxarı eləyə bilməz axı. Hazırda nəqliyyat vasitəsi yüklüdür, yoxsa boşdur? Boşdur, yükə gedirdilər. Boş maşındır. Bizə Bir həftəyə sənət hazırlayamıram. Özünüzü təqdim edin. Abbas Abbasov. Siz sürücüsünüz, hə? Bəli, bəli. Yaxşı. Sizə nə bildir, nəqliyyat vasitənizi hansı qapıdan götürüb gedə bilərsiniz? Aynadan gəlib sənət almalıyıq. Oradan getməliyik qaya, təsdiqlənməlidir, sonra gəlməliyik, maşınımızı götürməliyik. Yəni buradan bizimki müşahidə 4 sm qabaritə görə, eləmi? Bəli, bəli. 3-4 santim qabaritə görə. Bundan da əlavə 4 günə, yəni 3 günə, yəni burada Qazaxıstan maşını sənət düzəldilməz. Başım
çıxmır. Qanunda qeyd olunub burada dəyişikliyə əsasən iri qabaritli və ya ağır çəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit parametrlərinə dair tələbləri pozmaqla eni üzrə 0,5 metr və daha artıq uzunluğu üzrə 0,20 metr və daha artıq hündürlüyü üzrə 0,20 metr və daha artıq ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəxslər 200 manat məbləğində cərimə ediləcək. İri qabaritli və ya ağır çəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5% və daha artıq ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəxslər 600 manat məbləğində cərimə ediləcək. Yəni burada verilən məlumatı. Boş maşını bunlar tutub. Biz bir şey geyib gəlməli idi. Bunlar O halda bu tətbiq edə bilərlər. Şimdiki orada da var, burada da var. Elektron tərazi. Ora düşəndən sonra bunlar bizi tuta bilər. Düzdür? Onu nəyə qoymusan ora? Bir də o yandan gələnə qoyulubdur. Gəncədə çəkər. Bakı-Quba yolunda Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yolun üzərində gördüyünüz kimi elektron tərəzi mövcuddur. Bu nəqliyyat vasitələrinin həm çəkisini, həm hündürlüyünü təyin edə bilir, həmçinin cərimə də tətbiq edə bilir. Amma lakin qarşıda olan stasionar post bu elektron tərəzi olduğu halda nəyə lazımdır? Burası çox maraqlıdır. Hazırda bir sayılı tərəzi məntəqəsində içəridə fəaliyyət göstərən əməkdaşlar bizə bildirdilər ki, gedin nazirliyə müraciət edin. Yəni biz cavab verən şəxs deyilik.